Ayət-i şərifə Mülk surəsi 2-də buyurur: "Əllezî xalaqal mevte vel hayate liyebluvekum eyyukum ahsanu amela." Allah həm ölümü, həm həyatı onun üçün yaradıb ki, sizin içərinizdə ən gözəl əməl sahibi kimdir, onu sizin özünüzə bildirsin deyə, imtahan vasitəsilə. Hər gün əslində seçim edirik. Haqqı yoxsa batili. Yəni iki cəbhə var, iki xət var. Bəzən eləsi ədaləti, bəzisi zülmü, bəzisi Allahın razılığını, bəzisi nəfsin razılığını. Bir sözlə, paralel xətlər üzərində hər gün insanlar seçim edirlər. Allah bizdən ömrün uzunluğunu deyil, əməlin gözəlliyini istəyir. Ayədə nə buyurur? "Liyebluvekum eyyukum ahsanu amela." Yəni, sizlərdən hansınız daha gözəl əməl sahibisiniz deyə ayədən əldə olunan budur ki, ömrün uzunluğu deyil, əməlin gözəlliyi istənilir. Bəzən bir gün Allah üçün yaşamaq 10 il, 15 il, 20 il günahla yaşamaqdan Allah qatında daha üstün olar, daha fəzilətli olar, daha qiymətli olar.